Evdə bişən çörəyin dadı, qoxusu başqa cür olur. Bugün evdə isti çörək bişirdim. Pendirlə də möhtəşəm gedir. Əvvəlcə 1 kiloqram yarım un əlavə elədim bir qaba. Üzərinə quru maya, duz, su, duru yağ əlavə eləyib xəmiri yoğurdum. Ilıq su olmalıdır. Xəmiri 1 saat qədər gözlətdikdən sonra isə acılandan sonra havasını çıxardıb kündələrə böldüm. Kündələrə bölüb 10 dəqiqə qədər gözləndikdən sonra əlimlə tavalara yayıram. Sonra isə üzərinə 1 yumurtanı qarışdırıb, biraz duz əlavə edib qarışdırıb üzərinə çəkirəm. Sonra isə küncləyib 180-200 dərəcədə 10-15 dəqiqə qədər bişirib çıxardıb isti-isti pendirlə nuş edirik. Çox dadlı alınır, mütləq hazırlayın. Adamın ürəyi çəkir, arada belə isti çörək pendir. Mütləq hazırlayın. Videomu da bəyənməyi unutmayın.